Əziz və dəyərli möminlər, hər birinizi salamlayıram. İmam Əli əleyhissalam Nəhcül Bəlağədə buyurur ki, ağıldan faydalı heç bir var-dövlət yoxdur. Və təfəkkür və uzaqgörənlik kimi də elm yoxdur. Həqiqətən təfəkkür insan həyatı üçün çox önəmlidir. Və Quran-ı Kərim də bizə bunu çox şəkildə tövsiyə edir, insanı təfəkkürə dəvət edir. Xüsusilə də Ramazan ayında, xüsusilə də Qədr gecələrində biz gərək təfəkkürə xüsusi önəm verək. Çünki təfəkkürsüzlük insanı axırda həlakətə gətirib çıxarır. Necə ki, bu günlər Əli əleyhissalamın zərbətləndiyi günlərdir. Və Əli əleyhissalamın qatili də qaraqürruhçuluğun, təfəkkürsüzlüyün, cahilliyin siması və təzahürü olan İbn Mülcəmdir. İbn Mülcəm ibadət əhli olsa da təfəkkürdən uzaq biri olduğu üçün gəlib axırda öz imamının qatili oldu. O səbəblə də bu gecələri, bu Qədr gecələrini özümüz üçün əhəmiyyətli bilək və təfəkkür edək. Özümüzü sorğulayaq, öz həyatımızı, əməllərimiz haqqında düşünək. Özümüzə suallar verək. Özümüzə sual verək ki, bu gediş haradır? Özümüzü hesaba çəkək. Quran-ı Kərimi bu gecələrdə oxuyaq. Quran-ı Kərimin ayələri haqqında bir ayə oxuyub təfəkkür edək. İnsanın yaradılışı haqqında təfəkkür edək. Məxluqatın yaranışı haqqında təfəkkür edək. Əsasən də ən çox da özümüzü hesaba çəkək və öz həyatımız haqqında təfəkkür edək. Və özümüzü sorğulayaq ki, bu gediş haradır? Mənim əməllərim nə dərəcədə düzgündür? Əməllərimin mənə nə xeyri var, nə zərəri var? Və özümüzü sorğulayaraq öz əməllərimizin necəliyini öyrənək və bu gecələrdə təfəkkür vasitəsilə, inanın ki, bir təfəkkürlə biz dəyişə bilərik. Allah Taala bizləri həqiqi təfəkkür əhlindən qərar versin.